mövzuya açıqlıq gətirmək istəyirəm. Deməli, rəylərdə bir neçə izləyicimin rəylərini gördüm. Yazıblar ki, 3 bacıdan sonra bir qardaş yəqin ki, planlamalı olub. Uşaqlar, planlamalı olmayıb açığı. Yəni, tam səmimi sizə hər şeyi sübutları ilə qoyacağım. Mən bu ilin mart ayında, hardasa o ərəfələr idi, bir cinsiyyət səhifəsini, cinsiyyət hesablama səhifəsini reklam eləmişdim. Və hər kəs elə bilib ki, mənim üçün həmin xanım hesablayıb. Həmin xanım düzdür, mən reklam eləyəndən sonra mənə hesablama atdı. Və dedi ki, mən bu hesablamanı sizə atıram. Əgər mənim hesablamam sizin üçün düzgün çıxsa, siz məni reklam eləyəcəksiniz. Və mən də, nə yalan deyim, unutdum o xanımın yazdığını. Həqiqətən unutmuşdum onun mənə hesablama attığını və ana olacağımı özüm də gözləmirdim. Həqiqətən planlı hamiləlik deyildi, çox üzr istəyirəm. Qoç boğa bürcləri bu sözümdən inciməsin, çox xahiş eləyirəm. Mən nə vaxtsa övladım olsa həmişə deyirdim ki, elə eləyəcəm tərəzi bürcünə düşsün, elə eləyəcəm tərəzi bürcünə düşsün. Və hətta baldızımın da yanında otururdum, hesablayırdım ki, nakuş nə vaxtsa uşağım olsa elə eləməliyim ki, tərəzi bürcünə düşsün. Amma qismət mən planladığım kimi olmadı. Yəni, ümumiyyətcə planlanmış bir hamiləlik olmadığı üçün, yəni mənim də özümün də anidən xəbərim olduğu üçün ana olacağımdan uşaq gəldi qoç bürcünə düşdü. Ya qoç olacaq, ya buğa olacaq. Onlarla bağlı heç bir tanışlığım yoxdur. İnşallah ki, gözəl xasiyyətli bürclərdir. Qoç buğa bürclərinin rəyləri gözləyirəm. Zəhra bizdə, baldızımın qızı bir dənə qoç bürcüdür. Onun xasiyyəti yaxşıdır. Yəni, nə yalan deyim, mehriban qızdır, yardımsevərdir. Amma oğlan uşağı qoç bürcü necə olur, qətiyyən bilmirəm. Hə, mən bu xanımı normal reklam şərtləri ilə reklam elədim cinsiyyət hesablanma səhifəsini və xanım mənə indi sübutları ilə sizə göstərəcəm. Mart ayında planlama atdı ki, bu oğlan uşağı üçün cinsiyyət hesablamalarıdır. Mən sizə atıram, bunu qalsın sizdə. Nə vaxtsa əgər övladınız oğlan olsa və mən dediyim aya düşsə, məni reklam edərsiniz. Və tapşırmışdı ki, ciddi tapşırmış ki, cinsiyyət hesablayanlar bilər bunu. 2 gün öncədən, 3 gün öncədən mənə yazın. Oğlan təqvimindən əgər istifadə eləsəz, misal üçün avqust ayı üçün, mənə yazın 2 gün qabaqcadan. Mən sizə başqa tapşırıqlar da verəcəm. Yəni, onlar da olmalıdır. Bir dənə ay söhbəti ilə, yəni oğlan dünyaya gətirmək mümkün deyil. Və mən nə elədim? Təbii ki, unutdum onu. Sonra günlərin bir günü mən ana olacağımı öyrəndim və tez xanıma yazdım. O xanım yadıma düşdü. Yazdım ki, bəs mən ana oluram, 2 canlıyam da artıq. Amma cinsiyyətini mən yəni sizə yazmadım da 2-3 gün qabaqcadan. İndi xanımın mesajlarını da qoyacağım sizə. Hesablama atdığını da qoyacağım. Mənə yazdığı ki, siz niyə 2-3 gün öncədən mən yazmadınız axı? Mən sizə tapşırmışdım və s. Elə bir mesaj yazmışdı mənə ki, yəni niyə mən dediklərimi eləməmsiz? Hə, gəlirəm. Hə, vurmuşam. Onları da indi bura qoyacağım. Xanım dedi ki, indi cinsiyyət çıxanda bilərik, dediyim ay tutub, yoxsa tutmayıb. Amma gərək mən dediklərimi birə-bir eləyərdiniz. Mən, əgər oğlan olmasa mənlik deyil. Mən də dedim, onda qismət görək də. Amma cinsiyyəti öyrəndikdən sonra, bu arada bütün qohumlarımız şahiddir. Mən cinsiyyəti qız bilirdim ilk gündən. Cinsiyyəti öyrəndikdən sonra xanıma yazdım ki, bəs siz avqust ayını oğlan demişdiniz. Cinsiyyəti öyrəndikdən sonra xanıma yazdım ki, bəs siz avqust ayını oğlan demişdiniz. Və həkim mənim üçün hesabladı. O ayda mən ana olmuşam və sizin hesablamamız düzgün çıxdı və bugün o xanımı paylaşıram. Hətta cinsiyyəti öyrənməyimə bir neçə gün qalmış, mən dözə bilmədim. Xanıma yazdım ki, bir də mənim üçün hesablaya bilərsiniz, zəhmət olmasa. Uzi şəklini attım. Xanım uzi şəklinə baxdı, dedi ki, bu oğlandır. Və həqiqətən hər ikisi düz çıxdı. Mən kimi məsuliyyətsizlik eləməyim, bu Allahın da qismətidir. Yəni, qeybi heç kəs bilə bilməz. Amma təbii ki, bu bilirsiniz, xarici ölkələrdə də var. Hesablama ilə cinsiyyət təyin eləmək olur əvvəlcədən. Həmin xanımın səhifəsi də budur. Xanıma yazıb, öncədən də hesablatdıra bilərsiniz, sonradan da hesablatdıra bilərsiniz. Hər ikisini düz hesablayır.